Ağdam rayonu uğrunda gedən döyüşlərdə şəhid olan Mübariz Aliyevin anım günü qeyd olunub. Anım günü münasibəti ilə şəhidin cəbhə yoldaşları, qohumları və dostları Şəhidlər Xiyabanında onun məzarını ziyarət edib, üzərinə gül dəstələri qoyublar. Çıxış edənlər Mübariz Aliyevin Qarabağ müharibəsini göstərdiyi şücaətdən, vətənpərvərliyindən söz açıblar. Qeyd edək ki, Mübariz Aliyev 1965-ci ildə Qubadlıda anadan olub. Qarabağ müharibəsi başlayandan cəbhə bölgəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə iştirak edib. 1994-cü il yanvarın 4-də Ağdamın Güllücə kəndində gedən döyüşlər zamanı şəhid olub. Ermənilərlə Azərbaycanlıların münaqişəsi başlayandan həmişə döyüş bölgələrində olmuşdur. Qubadlı işğal olub 1993-cü ilin avqust ayının 31-i. Həmin vaxtdan sonra ümumilli liderimiz torpaqların müdafiəsi üçün xalqa bir daha müraciət etmişdir. Onda həmin vaxtı Mübariz Aliyev də silaha sarınaraq torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərə qatılmışdır. Könüllü şəkildə Ağdam döyüşlərinə qapıldı və orada Qərvənd, İllıqlı, Güllücə istiqamətdə döyüşlərdə qəhrəmancasına şəhid oldu. Onun xatirəsi bizim gözümüzün qabağındadır. Allah ona rəhmət eləsin, Allah o dünyasını versin.